Bir daha təşəkkür edirəm, sayılarımı bildirirəm, gəldiyiniz üçün, düşüncələrinizi bizlə bölüşdüyünüz üçün. Var olun, biz burada ocaq və başqaları ayrılığı yaratmırıq. Əksinə, bizim burada ocaqla, yəni ocağın içində başqalarının bir doğmalığını görürük. Bu doğmalıq olduqca gərəklidir. Həm də insanlarımızın düşüncələri bizim üçün ayrıca bir önəm daşıyır. İnsanlarımızın harada olursa olsun, hər yerdə nə düşündüyünü bilmək, necə düşündüyünü bilmək bizə hava su kimi gərəkdir. Mən indi burada bəzi məqamlara həm aydın gəldim, həm də ümumi düşüncəmi demək istəyirəm. Əslində, tam razıyam ki, şəxsiyyəti uydurmaq gərək deyil. Bəzən olur məsələn, insanlarımız sevgisindən, nə bilim, nədən ancaq şəxsiyyəti tərif edir. Burada da o şəxsiyyətin bir fərq olar, təriflənməsində də onun kimliyi, yəni düşüncə kimliyi açılır. Düşüncə kimliyi açılmayanda da istər-istəməz müəyyən bir müəmmalar olur. Mənim özümdə bir ləbbəkçilik olur. Asıl otanın ölümünə qədər. Məndə bir ləbbəkçilik olur. Nəyə görə ləbbəkçilik olur? Çünki və vurğu elədim, onu elə belə xoşa gəlmək üçün deyildim. Gerçəkdən mənim düşüncələrim dərinə işləyib. Özümdə əzbərçi olmuşam. Orta məktəbdə əzbərçi olmuşam. İnstitutun axırıncı kursuna qədər də əzbərçi olmuşam. 90-cı il yanvar qırğınından 2 həftə sonra olardı. Dedilər, gətirib afişa vurmuşdular. Bizim institutun yataqxanasına 9 mərtəbəli, onun aşağısından bir afişa vurmuşdular. Afişada da Asıqotanın şəkili, Öyazıqcan filosofu Asıqotan ilə sizi görüşə dəvət edib. Asıqotanın da şəkili bu şəkil. Bu şəkildə mən gördüm. Bizim, yəni o şuurumuzun yadlaşmasından irəli gələn məsələ. Burada Asıqota dolu, kök düşür falan edir. Mən baxdım buna, ilk dəfə görürdüm. Tam, yəni adını 89-cu ildə, 88-də də eşitmişdim. İlk dəfə gördüm. Şəkili görəndə biraz da ağız büyüdü. Dedim, bu da hansısa müftəxorlardan biri. Şəkil mənə onu dedi. Nəsə görüş məsələsi gündəliyə gəldi. Gedib, mən görüşdə iştirak eləmək istəmirəm. Heç kim iştirak eləmək istəmirəm. Tələbələr, eləmək istəmirəm. O vaxt atanın keçmiş qayını vardı. Var, bəndə də var. Ocaqçı yolunda. Bu gəlib bizi otaqdan çağırdı. Özə gəlir, girir şəhəri, bizdə oturur. Mən qəzet var üzərində, yalandan qəzet oxuyordum, heç bilməm nə idi. Uşaqlar da ortada oturub, yataqxana otağında nəql olunurdular. Gəldik, gülər, şəhərə filan. Biraz da hiss edirsən ki, müəyyən bir gəlişində bir yalvarış var sanki. Sizi Asıqotanın görüşünə dəvət edirlər filan. Uşaqlar dedilər, gedin gələk. İkinci dəfə qayıtdı gəldi. Bir neçə dəqiqə keçdi, ikinci dəfə gəldi. Yenə uşaqlar dedi, gələk, gedin gələk. Sonra mən də qayıtdım, bu yoldaşlara dedim. Dedim, yaxşı deyil, iki dəfə gəldi. Gedək görək nədir məsələ. Əslində sizə açıq deyim ki, mən heç onda da, bəlkə də ona sayğıdan yox, özüm o vaxtlar qanundan qorxan adamım. Ağlım dərinə işləmir. Qanundan qorxurdum, deyirdim, yəqin bu rəhbərlikdən göndərirlər, eşitmərik, sonra bizi cəzalandırarlar, belə dərlər, belə məsələlər ağlıma gəldi. Və getdik. Getdik, oturduq zalda, adam var, tələbə var daha doğrusu. Bunlar çox aktiv, Asıqotada səhnədə danışır, dəstə boy bir adam, gözünü yumuf deyir, mən də onun dediklərini şokunu doğrudan anlamadım. Halbuki Azərbaycandan danışırdı. Sadəcə olaraq belə şeylərə alışqan deyildi, öyrəşik deyildi. Ona görə də bir çox sözləri mənə yad gəldi. Tələbələr yan görəndə hamı buna suallar verməyə başladı. Elə də suallar, dərin suallar verirlər ki, heyranlıqla ağzım açım, onun üzünə baxıram, necə gözəl suallar verir, sual da verə bilmirəm, o dərəcədə. Ancaq o da Asıqotanın oraya gəlişini də Dövlət Təhlükəsizlik Komitəsi yasaq qoymuşdu. 20 yanvardan sonraki ikinci həftəyi yasaq qoymuşdu. Ata da öz çevrəsində olanlara demişdi, israrla demişdi, nəyin bahasına olursa görüş başlaymalı. Elə də başladı. Oradan
çıxartdılar, buradan gətirdilər, görüş baş tutdu. Mane ola bilmədilər. Sonra o qədər tələbənin içərisində asıl atan axtaran tək mən oldu. Telefon nömrəsini vermişdi, ev nömrəsini verib, yəni mənlə bundan sonra da əlaqə saxlaya bilərsin. Açılıb deyim, onu da sizə deyim ki, məhz mən Azərbaycanı sevdiyim üçün, dərdliklərə vardığım üçün mən asıldan getdi taxdım, yox. Şöhrət sevərliydi o. Ki, hə, məsələn, bilmirdim, eləmirdim, hə, bu kimsə böyük adamdır. Və mənim valideynlərim, atam, anam da o cür yanaşmışdı başlanışdan ki, hə, mənim oğlu böyük insanlarla oturtdur. Yəni, bu bir şöhrət məsələsi idi. Dərinə gənclik şübhəsiz. Ancaq bununla belə mən getdim asıldan deyim. Zəng elədim, getdim. Dedi, məni tanımırsınız, mən falan kəsərim, sizlə görüşmürsəm, gəl oğul, getdim. Özü mənə deyir, oturdu, stolun qıranda. Dedi ki, eşidirəm sən. Mən də başladım, biraz az-çox bəlağət danışırdım, edirdim. Borçalı belə gəldi, Borçalıdan danışmırsa sən. Borçalıdan da dərin bir şey, hə, kəndlərimizin adı, onda bizim kəndin adı xüsusilə dəyişmişdi. Borçalı belə, Borçalı, bu da qulaq asır. Mənim üçün vətən Borçalı idi. Dinlədi. Sonra gördü ki, mənim sözü qutarıb. Ya dedi, aydın o, indi tanrı olasın. Bu, həm eynən gözlü yumuf danışır. Mən onu bir İnam Soranda kitabım var, orada yazmışam. Elə bir ki, 1000 adamın qarşısında danışır. Vəclə danışır. Heyrətamiz dərəcədə bir coşku var. Üz, yanaqlar qızarır, tər uçurları gəlir falan deyir. Əsir coşur. Mən özüm də təəccüb olmuşam ki, bu mənim tək mənə danışır ha bunu. Hələ kitabda yazmışam ki, mən oradan saçlı durub keçsəydi, yenə danışardı ha. Elə bir haldaydı. Nəysə, bu mənim üçün bir Azərbaycan xəritəsi, mənəvi, ruhani bir xəritə cızdır. Ancaq bununla belə yenə deyirəm, müəmma qaldı. Söz bir qurtaran kimi düşdü, çıxdım. Nərdivanla inirdim, inanın elə bir havada gedirəm. Ki, mən hara düşdüm, kimdir, bu düzmü deyir, doğrudan mı belədir? Bəlkə bunu gəlib söhbətlə qulaq asmaq, buna sonra qoşularam, belə olar, elə olar, nə olar, doğrudur, məyərdimi, kəstirə bilmirdim. Elə də getdim, amma üstündən o içimə nəsə düşmüşdü. Qırılcım salmışdı. 2 gün keçdi, bir də zəng elədim, gəldim, 5 gün keçdi, bir də, belə getdim bu kişinin yanına. Və bunun həqiqətlərini dinlədikcə mənə çox şeylər aydınlaşmağa başladı. Demək, Asıl Atanın özünün ölümündən sonra mən onu daha çox anlamaq başladım. Həm oxuyurdum, düşündüm. Ən başlıcası, görüşlərimizi başlanıca vurğu elədim. Mən amaldaşlarımla bir yerdə, hətta amaldaşlarım ayrı-ayrı bəzən, məsələn, mənim olduğum rayonu, başqa rayonda ki, 50 dənə rayonda görüşlər keçirmişim. 50 dənə rayonda. Kəndlərdə. Çox sayılı kəndlərdə. O kəndlərdə, o rayonlarda bizim işimiz heç də asan olmuyor. Baxın, yağış yağa-yağa, parkda ağaçların altında belə dürmək deyiriklər, şörək arası düzəldib, yerik bu görüşdən bu görüşə, bu görüşdən bu görüşə. Üzüm tükülür, qırmağa yer yox, imkan yox, gedib Mingəçevir televiziyasına müsahibə verirəm. Nurtəkin Göylü yanındaydı, onlar məktəbə göndərirəm, gedin siz o məktəbdə görüş keçirin, mən bu məktəbdə görüş keçirim. Bakıdan ədəbiyyatlar zəng edir, göndərin, bağlama göndərdi avtobusla, onu qarşıda 2 gün, 3 gündə gölü qalırdı. İnanın, elə vaxtlar olub, hiç qayıtmaq pulumuz oldu. Avtobus yəsindən danışıram ki, bəs 3 nəfər, amma pulumuz budur da bu qədər, apararsa, mutlaka yazır gəlir gəlir. Yəni, elə hallarımız olub. Nə görə mən bunu deyirəm? Asıl Atanın işi Kamran bəyin dediyi kimi əməli işdir. Əməli işdir. Sözdə məhdudlaşan, sözdə dayanışdır. Halbuki söz böyük məsələdir. Bu saat ən böyük xəyanət sözə xəyanətdir. Sözə xəyanət edir. Sözə xəyanət olandan sonra hər şeyə xəyanət başlayır. Ancaq söz əməli olanda, əməllə olanda artıq bitir, oturur. İndi mən sizə başqa bir məqamı deyim ki, baxın, tarixdə böyük şəxsiyyətlər olub. Biz onu bugün sevgi ilə, saygı ilə anırıq, öyrənirik. Məsələn, 2500 il bundan qabaq Hindistanda Budda olub. Budda dəyərli bir şəxsiyyət olub. Dəyərli ideyaları var. Zəngin ideyaları var. Və biz onu oxuyuruq, öyrənirik, bəhrələnirik. Aslında bunların hamısından bəhrələnib, oxuyub, bəhrələnibdir. Olsun Sokrat, olsun Platon, olsun və adını çəkdiniz Konfutsi.
olsun bir başqası. Fərqi yoxdur. Yəni hansı xalqın olmasından asılı olur. Bu hər hansı bir xalqın dəyəri, o milli dəyəri təkcə millətin olmur, həm də bəşərin olur. Çünki insanlıq bir millətdə məhdudlaşdıran bir anlayış deyil. O ümumi bəşəri bir məzmun daşıyır. Ona görə də onların hər biri həm də bizimdir. Məsələ nədir? Dəfələrlə bunu vurğu eləmişik, söhbət eləmişik. Bəzən bizə deyirlər ki, məsələn, asfaltda falan bir məsələ var, o tarixdə falan kəsdə də var. Falan şey var, o onda da var. Bilirsiniz, ola bilər ki, o var. Ola bilər ki, var. Ancaq bu var nədir? Məsələn, deyək ki, bizim hər hansı birimiz deyirik ki, palaza birin elinə sürün. Mənim sözümdür ki, nə də İlqar bəy, Kamran bəy, qeyrisinin sözüdür ki. Amma bunu biz öz sözümüz kimi deyirik də. İndi burada, məsələn, tutalım ki, bir həqiqətdir, qədimdən gəlir, bir həqiqətdir. Bu həqiqəti başqa cür demək mümkündür ki, o həqiqəti ilə bu həqiqət kimi deyəcəksən. Və bu əslində, bu min illiklərin o tayından bugünümüzü bağlayan bir körpüdür. Həqiqət körpüsüdür, gözəllik körpüsüdür. Məsələ burasındadır ki, bir sistem ki yaradırsan, bir inanc ki yaradırsan, bir dünya görüş yaradırsan, bunun özü onların təkrarı olmur. Onlarla müəyyən mənada doğmalaşan ancaq özünə xaslıqlarla ortaya çıxan bir dəyər sistemi. Bəli, bir dəyər sistemi olur. Bax, mən deyirəm, indi insanlarımıza onu deyirəm. Deyirəm ki, biz tarixdə asfalta var olsun, qalan yox olsun. Elə bir şey çağırış ola bilməz. O heç bir əndazıya sığmır ki. Ancaq mən deyirəm ki, bugün biz Azərbaycan, Türk toplumu olaraq, Azərbaycan toplumu olaraq, kim olaraq, biz Budda ilə millət ola bilmirik. Biz Sokratla millət ola bilmirik. Onu sevirik, öyrənirik, amma onunla millət ola bilmirik. Mən Asvata ilə millət ola bilərəm. Bu xalq Asvata doğub özünü qurmaq üçün. Dünya görüşünü yaradıb, sistemini yaradıb, ruhaniyyətini yaradıb, mənəviyyat məktəbini yaradıb, mənəviyyat ölçüsünü yaradıb və bu qurallarını yaradıb ki, bununla sən millət ola bilərsən. Mən onunla ola bilmirəm. Götürək Məhəmmədi. Məhəmməd ərəblər üçün onu elədir, doğru deyir. Elədir, ərəblərə xeyir də verdi falan, müəyyən mənada birləşdirdi, dağınıq yox olmuş bir toplumdur. Amma mən Məhəmmədlə, 1400 ildir mən Məhəmmədlə millət ola bilmədim. Məni millət eləyə bilmir. Nəyə görə eləyə bilmir? Çünki ərəb psixologiyasından, şuurundan o baxış qırağa çıxmır, çıxa bilmədi. Belə deyim, inanın, səmimisə deyim, mən araşdırıb öyrəndiyim kimi bunu deyirəm. Bəşərləşə bilmədi. Qardaş, sənin milləti atasının arasına aparıb torpağının dilində qoyur. Nəyə bəşərlidir? Sənin ərəb mədəniyyətin, ərəb dilin falan, hamısı mənim ömrümə hakim olur, millətimə hakim olur. Bəs mənimki? Bəs mən anamın hansı, niyə sənin ərəbin dilində mən aparıb torpağa qoymalıyım? Amma beşiğimin başında o dildə layla çalmıyor baxın. Türk dilində layla çalır. Hanı bunun gözəlliyi? Ən başlıcası. Məhəmməd mənə dedi ki, sən qulsan dedi. Sən dünyaları kəşf edən, fəth edən, göyləri dağıdan, göylərə ucanan qüdrət deyilsən, qulsan. Asfata deyirsən, qüdrətsən. Və Asfata demir ki, mən hər şeyəm, sən heç nəsən. Asfata deyir ki, mən çiynimi sənin ayağın üçün hazırlamışam. Ki, sən öz mahiyyətinə bərabər yaşayırsan, sən öz insani kimliyini dərk edirsən, qüdrətli olasan, onda sən millət yaradacaqsan, millət olacaqsan. Bunu eləmirsənsə, sürü Asfataya gərək deyil. O ömrünü ona görə qurban vermədi. Ona görə o ailəsini dağıtmadı. Oğlunu ona görə vermədi. O ağlayırdı, deyir, mən ağlayırdım. Raya yalvarırdım, deyir, arvadın adı Raya. Yalvarırdım ki, Raya daşa tərəndən tök. Müvəqqəti çətinlikdir, səni sıxışdırır, KKB falan. Zaman gələcək, bunların hamısı arxada qalacaq. İllər sonra Asfaltadan müsahibə götürdülər. Dedi, siz onu qınamayın. Raya deyir. Dedi, siz onu qınamayın. Orada deyil, heç kim daha yerə gəlmir. Onun öz idealları var. Maşın olsun, ev olsun, zəngin, qulağa dinç falan. Mən ona qulağa dinçlik gətirmirdim, fəlakət gətirdim. Ailəmə fəlakət gətirdim. Qohumlarıma deyirdim ki, gedin, məni silin qohumluqda və yaşayın. Rasim Əfəndiyev, Qaradağ İcra Komitəsi sədri evinə gəlmişdi. 2 dəfə görmüşəm orada. 2 dəfə gəldim. Dəfələrlə biraz o Sovetlər dağılandan sonra gəldi. Ondan qabaq gəlmedi. Qorxurdu.
İşini itirməkdən qorxurdu. O biri qohumları, hamısı qorxurdular. Hamısı deyirdilər ki, bizim qohumumuz dəli olur. Dəli olur, bəli, dahilər dəli olur. Xalqı düşünən dəli olur, ailəsini düşünən düşünmür. Əslində ailəsini düşünür. Qardaşlar, bacılar, başınıza dönün. Bugün gəl günümüzə baxaq. Bugün bizim balalarımız var. İndi biz Sovet dönemdə iqtisadi cəhətdən pis yaxşı nəsə bir şey yaşayırdı. Bugün bizim balalarımız nə gündədir, iş də tapa bilmir, evlənmir, ailə qurmur. Üzü tüklü, saçı tüklü, şey kimi, necə deyərlər, calay vətən. İnsan oxşamır. Mənim nəvəm kim qurmayacaq? Heç kim qurmayacaq. Mənim nəvəm zillət çəkəcək, mənim nəvəm zillət çəkəcək. Mən demirəm ki, biz bugün bu sözləri deyirik, deyəndə o zillət çəkəcək. Amma ən azından biz iş aparmalıyıq, iş görməliyik. Bax, məsələ burasında deyil, Asifata ona görə deyil, düşündük, daşındık, ocaqlaşma yoldur. O dedi ki, bizim ölkəmizdə başlıca problemlərdən biri nədir? Biri din, bir mənalı. Oxuyun, yəqin ki, oxuyanlarınız da var. Tarixi bir balaca səhvəni, görün bizim millətin başına nə oyunlar açıqlar, nə fəlakətlər gətirirlər. Bizim millətin başına gətirdikləri fəlakətləri biləndən sonra biz qiymət verə bilirik. Onu öyrənəndən sonra. Zarafat deyil. Bunu mən deyirəm, bu bir namus məsələsi. Dünən sırağa gün Xocalıda ermənilər qadınlarımıza, qızlarımıza təcavüz edir. Bugün hamımızın başımıza hava gəlir. Özünü uçurumlardan atanlar körpəsindən verirlər. Bunu biz fəlakət qarşıyıq. Amma biz 7-ci, 9-cu yüzyılda bizim hər evimizin namusuna təcavüz edirlər, unutmuşum bunu. Bunu ərəblər edirdi. Ərəblər tarixdir bu. Ərəblər edirdi. Mənə bunu gətirdi. Mənə bəşəri dəyər kimi gəlmədi. Yalvarmadı Məhəmməd və onun davamçıları. Mənim ölkəmdə gəl, mənim xalqıma yalvarmadı ki, daşa təyənən tök, gəl bəşər evladı o. Yalvarmadı. Qılıncı çəkdi, dedi, sənin başını keçirim, ya namusumu qoy o qarşıma. Elə gələcək. Sonra cüzyə. Bəli, cizyə, can vergisi. O biri, bu biri hamısı. Mən nənəmdən eşitmişəm, nənəmdən bu sözü. Nənəmdən eşitmişəm, ata nənəmdən. Bilmirdim ayaqyedin. Bir məsələ olanda, bir hadisə olanda məsələ çəkdi. Deyir, ərəb öldü, qan düşdü. Qardaş, çox sonralar qardaşlar, öyrəndim ki, ərəb öldü, qan düşdü, nəymiş? Namusumuza təcavüz edir. Qız gəlinlərimizdən dünyaya evlat gətirmək istəyir ki, Azərbaycanı ərəb yadalları bir nəsildə ələ keçirsin. Və o ərəb təcavüzkarlarını, qız gəlinin atası, qardaşı, əmisi öldürəndə bir cana 5 can istəyirdilər. Əgər bir evdə yoxdursa, qohumlardan təşkil edirdilər. Öldürülmədi, xilafət sarayında qəbul olmuş qərarlarıydı bunlar hamısı. Və nə baş verir? Öldürdü, bir əskər öldürür, hünəri də öldürür. Sülh günləri, sülh. Və 5 dənə də can verilməlisən. Məhəmməd öz çağında 22 il, 610-cu ildən 632-ci ilə qədər 79 müharibə aparıb. 79 müharibə aparıb, onun davamında aparılan müharibələrin ən qanlısı, qırğını Küteybənin başlığı altında ortasında aparılan müharibə idi. Gürcan hadisəsi, Məhəmməd Əmət bəyan kimi. Azərbaycanda dedim ki, indi nə demək istəyirəm qardaşlar? Mən məsələn tarix burada sizə tarixi faktlaşmaq istəmirəm. Mən demək istəyirəm ki, Asifata deyir ki, bu mənim ölkəmə fəlakət gətirdi. Adımız dəyişdi, soyadımı dəyişdi, şuurumu dəyişdi, dilimi dəyişdi, poeziyamda hər şeyimi dəyişdi. İndi bu getməlidir. Necə getməlidir? Necə getməlidir? Asifata siyasi xadimdir. Eləmi? Asifata ictimai. Kemal Atatürk, qardaşlar, Kemal Atatürk o boyda Türkiyə qurdu. Onun durumuna baxın. Onun durumuna baxın. Atatürk dövlət qurdu. Xalq qura bilmədi. Çünki Atatürk siyasi xadim idi. Mən hər şeyi Atatürkdən olma bilmərəm. Asifat ona görə dedi ki, düşündük, daşında ocaqlaşma yoxdur. Məhəmməd mənim ölkəmdən getməlidir. Necə getməlidir? Bugün bizim ölkəmizdə açıq deyirəm, açıq deyir. Gəlin, bax bunu sizdən bax daha geniş, daha dərin polemika var. Tanrıçılıqdan yapışır bizim insanların. Tanrıçılıq Allahçılıqdan üstündür. Ancaq azdır, yetərsizdir. Yetərsizdir, öyrənmişəm mən bunu. Tanrıçılıq 7-ci yüzildə qaldı. Xalqın həyatında çağdaşlaşa, inkişaf edir, çağımıza gəlib çıxmadı. Təzdən biz onu xalqın həyatına tətbiq eləmək üçün yeni necə deyərlər, ideyalar, prinsiplər hazırlamalıyıq. Əgər mən onu dəfələrlə vurğu eləmişəm, əgər tanrıçılıq yetərli olsaydı, mən sizə səmimi deyirəm, inanın, bu bayrağa mən and içirəm, Asifata mütləqə ilə dünya baxışı yaratmayacaqdır. Elə tanrıçılığa çağıracaq xalqı. Azdır, mümkün deyil.
Tarixdə qalanı diriltmək olmur, öləni diriltmək olmur. Ondan bəhrələnmək olur. Onun gözəlliklərini yeni baxışın, yeni dünyaya baxışın, yeni dəyərin mayasına, cövhərinə qatmaq olur. İnkişaf etdirmək olur. Amma ayrıca özünü dirildib ayaqda tutmaq olmur. Baxın, bütün məsələ odur. İkinci, yəni deməklə deyil, ona görə düşündük, daşındıq deyil, dəfələrlə. İndi deyirlər, bugün texnologiya belə getdi, filan belə gəldi, Peyğəmbərlik dönəmi deyil. Əsl Peyğəmbərlik dönəmidir. Peyğəmbər şey deyil ki, göyə qalxsın, geçsin Allah'la söhbət eləsin. Peyğəmbər o deyir ki, əllaməşiliklər açsın, nə bilim mən ismi əzəm oxusun, filan eləsin, bunu eləsin. Peyğəmbərlik o deyil. Peyğəmbərlik ruhaniyyət, yeni ruhaniyyət sistemi yaratmaqdır. Onun fəlsəfi mənası. Yeni ruhaniyyət sistemi yaratmaqdır, yeni inam yaratmaq. Yəni bir yalansız bir şey ortaya gətirmək. Peyğəmbərlik odur, insana yön verməkdir. Xalqa yön verməkdir, millətə öz kimliyini dərk etdirməkdir, öyrətməkdir onu. Yalvara. Bugün biz, gerçəkdən biz baxın, yalvarırıq biz. Nəyə görə yalvarırıq? Mən heç, bəlkə də, o 50 il bundan sonra da heç o qədər tanınmayacağım, amma mən yalvarıram. Yalvarıram öz insanlarıma. Vaxtilə rayonlarda, bölgələrdə görüşlər keçirirdim. Çox belə təzə atamın ölümü dönəmi idi. Cavan idim, enerjili, iddialı, qazlı gedirdim. Ancaq burnumu elə oldular ki, ağıllanmağa başladım. Nə ilə oldular bilirsiniz? Özümdən də iddialı adamlara rast gəldim. Qarşılaşdım, suallar qarşısında qaldım və anladım ki, hələ çox şey öyrənməliyim. Çox şey. Bu işi, belə bir işi həyata keçirmək üçün, belə bir işi gerçəkləşdirmək üçün indiki səviyyəmdən bir 50 dəfə yuxarı qalxmalıyam. Hələ də mən yol gedirəm içində. Baxın, ona görə sonra bir məsələyə aydınlıq gətirim. Söz yox, məsələn, bilirsiniz də, Sovet döneminde bir Stalin dövründə şəxsiyyətə pərəstiş deyə bir ideya var, yayılmışdı. Şəxsiyyətə pərəstiş. İnanın ki, baxın, atanın yazılarında var. Ən çox şəxsiyyətə pərəstiş məsələsində qamçılayan, vuran, mahiyyətləşən Asfotaydı. İndi bizim Asfotaya münasibətimizdə ola bilər. Mən Azərbaycan insanlarımızı qınamıram, onların baxışına sayğı duyuram, görümünə sayğı duyuram. Bizim münasibətimiz bir uşaq sayağı görünə bilər. Ki, bunlar elə bir, bu mənim Peyğəmbərim, atam, müstəqimdir, qucaqlayım, onu bağrıma basılır. Elə görünə bilər, görünür də elə. Məsələ nədir? Asıb atanın heç nəyindən heç birimiz asılı deyilik. Stalin canavar idi, hökümdar idi. Ona yaltaqlıq var idi. Asfotay nəyinə yaltaqlarla mən yazıq, heç nəyi yox idi. Heç nəyi yoxdur, indi də yoxdur. Bizim əlimizdə olandan, canımızda olandan, irsi, filanı, yanımızda olandan başqa heç nə yoxdur. Baxın, o münasibət, yəni o münasibət nədən yarandı? O münasibət ondan yarandı ki, biz doğrudan da çağırış edik ki, bizim xalq olaraq mənəviyyatımızın atası Məhəmməd deyil, İsa deyil, Budda deyil, o deyil, bu deyil, Asfotaydı. Asfotaydı. Bizim mənəviyyatımızın ayrı-ayrı dönəmlərdə mənəviyyatımıza atalıq edən Babəkov, Nəsimov, Nəyimov, Zərdüştov bizə yön verib. Halbuki heç birini yaşatmadıq. Ona görə də xalq kimi, millət kimi formalaşmadıq. Baxın, bugünkü gənclərimiz var. Nə qədər proqramları öyrənir, İngilis dili falan. Əleyhinə deyiləm, mən texnologiyanın əleyhinə deyiləm. Amma bu insanların yönü, yöntəmi, canı falan, hamısı ruhu texnologiya. Gedim, çağırarsa buraya nəyimə lazım, gedim onun əvəzinə bir dənə proqram öyrənərəm. Öyrənir, proqramı sən niyə öyrənirsən? Proqramla xalq mı yaradırsan? Proqramı öyrənirsən ki, daha çox pul qazanırsan, daha çox kapitalistləşirsən, yarışarsan, yarış meydanlarına gelirsən. Ona görə mən də edə bilərəm, o da gəl, hər kəs, bilirsinizmi? Bu heyvanat aləmində də bir maraqlı bir şey var ki, bəzən görürsən bir canavar, 500 canavar məsələn, birgə bir şeyi ovlayırlar və görüş deyirlər. Burada artıq hər kəs özünə şəkil. Elə düşünür, düşüncə elə formalaşır, elə şəkillənir. Ona görə milli məsələlərə gələndə də isə hamımızın bildiyiniz 3-cü sinifdə balıq, ördək, xərçəng nağılı yaranır. Hələ bir yana dartır.
Hələ deyil. Hələ yana da artır. İndi qaldı ki, nə? Biz nə deyirik? Biz demirik ki, əlbəttə, hamı biz necə düşünürük, elə düşünməlidir. Biz demirik. Biz deyirik ki, böyük məsələlərdə hamı üçün bir ölçü olmalıdır. Amma yerdə qalan məsələlərdə, tutalım ki, məsələn, mədəniyyətimizdə o qədər sahələri var ki, eləmi? O mədəniyyətimizdə o qədər sahələri var. Hər kəs öz təşəbbüsü ilə, öz ağlı ilə, düşüncəsi ilə orada bir inkişaf tendensiyası yarada bilər, addım atar, uğurlar gətirir, falan edir. Bunlara qarşı deyilik. Hər kəsin özünün təşəbbüskarlıq qabiliyyəti, istedadı falanı var. Bunların aşkarlanmasına meydan vermək gerekir. Biz deyirik ki, milli məsələlərdə, böyük məsələlərdə hərəmiz bir inat çəkməməliyik. Əgər çəkəriksə, bəli deyim ki, bağlı burada qaçınlar. Onda sıfır nöqtəsində heç nəyi tərk edə bilməyəcək. Böyük milli məsələlərdə. Böyük milli məsələlər nədir? Dünənində bu dəyərlərim var, bu şəxsiyyətlərim var, bu kimliyim var. Bunları tanımaq, bilmək, qədrini bilmək, yeniliyin mayasına qatmaq. Bugünün sıfırın üzərindədir, bugündən açılmaq, çıxmaq, qurtulmaq. Sabahını ağılla, düşüncə ilə, mənəviyyatla, xalqın sənə verdiyi, xalqından gələn üstün keyfiyyətlərinlə yarat. Hər bir şəxs, hülfülərimiz niyə deyir ki, haqq məndə, nəyə görə deyir? Allah mənə deyir. Tanrı anlamı deyirik də, mütləq olan. Mütləq olan nə? Dünyanın özündə, dünyadan böyük bir qüdrət. Onun insanlıq adlı bir məzmunu var, biçimi var, insanlıq adlı. O haradadır? İnsanlıqdır da. İnsandadır. İnsanlıq səndədirsə, sən həmən o mənanı, o mütləqi daşıyırsan özündə. Aslında ona görə insana qiymət verir. Deyir ki, insan daxilində mütləq gəzdirir. Şəraitdən, zamanla mahiyyət, şəraitdən, zamanla mühitdən üstün olan, mütləqliyə meyl edən və mütləqləşməyə qadir olan ruhani varlıqdır. Qardaş, heç bir tarixdə belə bir qiymət insana verir. İnsana belə qiymət verir. İnsana əyri ağacı elan ediblər, ictimai heyvan elan ediblər, insana, nə bilim mən, düzəlməsi, axirdə qalmış bir, necə deyərlər, amorf bir şey hesab. Yəni, insana yüksək belə mahiyyəti üzrə qiymət vermir. İnsan mahiyyəti budur. Mahiyyəti budur. Bizim mahiyyətimizə uyğun yaşamağa çağırılır. Bugün Avropa bilginləri oxuyanlarımız yox deyil. Avropa bilginləri var bir sıra. Yazılır, sözün gücü, eləmi? Ömürtay, sözün gücü, anın gücü, mifin gücü, falan şeyin gücü, eləmi? Eckhart Tolle'dir, Joe Dispenza'dır, Hafning Todd'dur. Bunları yazırlar. Şərq ruhunla qaynaqlarlar. Nə deyirlər onlar? Nə istəyirlər? Nə istəyirlər? Alt-Şuri'də anlayışı var. Alt-Şuri Freud gətiribdi fəlsəfəyə bu anlayışı. Alt-Şur. Alt-Şur nədir? Alt-Şur sənə irsən, genlə gələn bilgilərdir. Həm də davranış bilgiləridir. Alt-Şur odur. Eyni halda sən yaşayırsan, uşaqlıqdan müəyyən bir yaşa qədər böyüyürsən, müəyyən təcrübələr əldə edirsən, dolanmaq üçün, çalmaq üçün, talamaq üçün, bunu üçün, onun üçün təcrübələr, o təcrübələr yığılır alt-şura. Və səni o alt-şura yığılanlar idarə edir. Üzü Buddanın asıltıya qədər bu dahilər nə istəyir? Hara çağırır bizi? Üst şura. Deyirlər, alt-şurun təsirindən çıxın, şuurlu şəkildə yanaşın, şuurlu şəkildə yaşayın. Bizi ora çağırırlar. Və onun yollarını göstərirlər. Onların açarını verirlər əlimizə. Baxın, biz burada oturan insanlar var da, 15-20 nəfər, 20 adam oturmuş. Bunların gəlin, baxaq, biz nədən bilirik kimin imkanı hara qədərdir? Bilmirik ki, bilə də bilmərik. Kimin beynində, biraz tibbi dillə deməli olsa, beynində kimin neyrotik sistemində nə qədər imkanlar aşkarlar, nə qədəri qapalıdır. Bilmirik. Və insanlar nə vaxt yetkinləşir, nə vaxt kamilləşir, necə deyərlər, özümləşir, o beyindəki pasiv neyrotik sistemlərin hansısa bir sistemin işə salında, hansısa bir hissələrini işə salında. İnsanın beynində 32 milyard neyron var, bunlardan cəmi 5 milyarda aktivdir, 27 milyarda pasiv. Bax, o neyronlar sisteminin hansı bir hissəsi aktivləşirsə, o el arasında belə məsələ var, yerlər filan kesə verici verir. O onun aktivləşməsidir da. Onun aktivləşməsidir. Baxın, sizə bir misal deyim, mən bunu yazmışam da. Bugün biz dünyada hansı quruluşda yaşayırıq? Kapitalizm quruluşunda. 7 milyard bəşər övladı içərisində sizcə nə qədər kapitalist var? 7 milyardın içərisində. Vurtu saysan işte, Allah qoy 1 milyon olsun. Ancaq 1 milyon var, 7 milyar. 1 milyon 7 milyarda neçə faiz edir? Baxın.
Amma bütün bəşəriyyət hansı quruluşda yaşayır? Kapitalizm quruluşunda. Bax, o imkanı olan insanlar ki, imkanlarını özünə qəbul aparmayacaq, aşkarlayacaq, onlar mənəviyyat ölçüsü yaradacaq, mənəviyyat məktəbi yaradacaq və birgə yaşayış nizamı üçün ölçü verəcəklər. Biz kapitalizm quruluşunda yox, biz insani quruluşda yaşaya bilərik. Ədalət olacaq heç olmasa, indikindən qat-qat yüksək. Eləmi? Mərifət qanacaq olacaq, indikindən qat-qat yüksək. Ölçü o olacaq. Ölçü o olacaq. Biz çaba göstərik, çalışır, çabalır, deyirik ki, gənclik, uşaqlar, körpələr falanlar tərbiyə görür. Və görürük ki, ailədə bunlara tərbiyə verilir. Ailə neyləsin? Ailə neyləsin? Televizyon qabağında telefon əlində, tərbiyəni verir. Niyə verə bilir bunlar? Çünki üstünlüyü bu təşkil edir. Mənəviyyat ölçüsü yox. Mənəviyyat məktəbi yoxdur, düşüncə yoxdur, ölçü yoxdur. O olarsa, onda ailə, evlad, valideyn arasında müəyyən bir ruhani əlaqə yarana bilər, bağı yarana bilər. Yəni, burada da demirəm ki, bu belə bir kütləvi xarakter alar, yox. Amma oluşa bilər, oluşmalıdır. Bütün çabalar ona görədir. Əgər biz desək ki, bu məsələn, indiki texnologiyanı ölçüyə çevirənlər var, belə bərk gedir filan. Əgər onlar kimi düşünsək ki, bu mümkündür, o zaman onda gəlin düşünək, bəs onda biz nə istəyirik? Onda gəlin ədalətsizlik nə var? Onu barışaq. Haqsızlıq nə var? Barışaq. Eybəcər nə var? Barışaq. Hamısını qəbul edək və buraxaq zorun ixtiyarına. Zorun ixtiyarına. Baxın, şər dünyanı bürüyor, amma şər xeyrin libasında gəlir qarşına. Niyə? Çünki bilir ki, hamının xeyri ehtiyacı var, ədalətə ehtiyacı. Xeyr libasında gəlir. Hansı məmur, hansı hakimiyyətdə olan Azərbaycanda ya Azərbaycan dışında fərq edir. Hansı biri deyir ki, mən vələdüznayam. Hansı biri deyir ki, mən talancıyam. Hansı biri deyir ki, mən filan kəsin haqqını heç biri. Mən xalqıma qulluq edirəm. Balam talif yığıb deyir, mən xalqıma qulluq edirəm, vətənimə qulluq edirəm, dövlətimə qulluq edirəm. Xeyr libasında gəlir qarşımıza, şər libasında gəlmir. Niyə? Çünki bilir ki, insanlığı xeyrə, ədalətə ehtiyacı var. Onunla o qurulur. Baxın, belə bir məsələ indi bizim nə istədiyimiz məsələ mən elə gəlir, az çox bəlli olur. Bir daha gəldiyiniz üçün təşəkkür edirəm, dinlədiyiniz üçün də təşəkkür edirəm.